Bugün 2026-cı il Mart ayının 26-sı Novruz bayramının birinci günüdür, birinci səhəridir. Ramazan bayramı dünən qeyd elədik və Bakı əhli, Bakının qonaqları, baxmayaraq ki, əhalinin əksəriyyəti rayonlardadır. Çünki xeyli müddət tətil olacaq. Ancaq bulvar yenə də insandan doludur. Qız Qalasının ətrafında təşkil olunmuş Türk dövlətlərinin Novruz şənliyinə gəlmişik və burada çəkiliş edib, eyni zamanda canlı yayımlar edib, həm sizə göstərəcəm, həm də yəqin ki, maraqlı olacaq kiçik bir film də hazırlayacağım. İndi sizi bütün pavilyonlarla bir tanış edəcəm və hətta sizin özünüz belə gəlsəniz verməyəcəyiniz sualları, eşitməyəcəyiniz cavabları mən danışdırıb mikrofonla demək qonaqlarımızdan müsahibə alaraq sizə çatdırmağa çalışacağım. Adi günlərdə şəhərimizin qonaqları və turistlərin çox olduğu bu küçədə bugün əgər diqqətlə baxsaq, yerli adamlardır, Azərbaycanlılardır, çoxluq təşkil edir. Xüsusilə uşaqlar. Yəni doğrudan da Novruz bayramı ələxüsus bizim Azərbaycanlılar üçün ən əziz, ən doğma, ən yaxın bayramdır. O da ki, ola bu il Ramazan bayramı ilə üst-üstə düşüb. Biz indi həmin yarmarkanın palatkalarına yaxınlaşırıq. Bütün maraqlı detallar, elementlər indi burada yəqin görəcəksiniz. Mən özüm də sizlə bərabər birinci dəfə baxacağım. Bax, görürsünüz. Türk ölkələrinin ornamentləri ilə bəzənmiş çadırlar deyək də. Adət eləmişik palatka sözünü, inşallah yaddan çıxardarıq o ifadələri də. Şəhər girməlik. Bunlar. Bayramımız mübarək. Sağ olun. Bu hansı ölkənin palatkasıdır? Qırğızistan. Siz çəkə bilərsiniz, siz çəkin. Siz gəlin çəkin. Bir də əvvəl olsun. Yaxşı. Gəlin bura girə bilərsiniz. Onların adları nədir üstündəki? Lipoşkadır, çak-çakdır, bizim limonad, Qırğız limonadı, bir də kurut. Mən də səsim batır. Hə, yaxşı, oldu. Hə, onda bir də təkrar edeyim mən tamaşaçılarım üçün. Qırğızistan çörəyidir, lipoşka, çak-çak, limonad, bizim bir də kurut, kurutlar olur. Aha, təqribən bir pendir kimi bir şeylərdir də. Yəni, çox gözəl. Qatıqdır, açırsız qatıq olur. Çox gözəl. Əla. Bayramınız mübarək. Salam. Durmayın. Salam. Hoş gördük. Yaxşısınız. Bayramınız mübarək olsun. Salam. Bayramınız mübarək. Bayramınız mübarək. Bayramınız mübarək. Mən Yılmaz Oturdu, Türkiye vətəndaşıyam. 30 ildə Azərbaycandayam. Biz Türk Ticarət Mərkəzi
deyilən bir ticarət müəssisəsi Azərbaycan mərkəzli qurmuşuq. Bu Ziya Bünyadov prospekti 77 Q ünvanında yerləşir. Biz əsasən işimiz Türk dünyası arasındakı ticarət körpüsü olmaqdır. Burada gördüyünüz kimi ticarətin körpüsü, sonra Asya ilə Türkiye və dünya arasında bir ticarət körpüsü formalaşdırırıq. Və bu formalaşdırmağın, ticarətin formalaşa bilməyi üçün əsasən Türk dünyasına aid ekonomik, iqtisadi dəyərləri ictimaiyyətin nəzərinə çatdırıb bu gördüyünüz bu cür yemək, içəcəkləri Azərbaycan ictimaiyyətinin, dünya ictimaiyyətinin diqqətinə çatdırıb Türk dünyası arasında əvvəl, sonra da bütün dünya ilə Türk dünyası arasındakı inteqrasiyanı qurmaqdır. Təşəkkür edirəm, xoş gəlibsiniz. Əgər sualınız varsa buyurun. Çox sağ olun. Bayramımız mübarək olsun. Allah bizi en azından birbirimizden ayırmasın. Özbek pilavının adını eşit, özünü de gör ha. Özbək pilavı da Şəki pilavıdır. Özbək pilavı. Yox, mən sənə dedim də Şəkidə belə pilav yoxdur. Bunun adı Özbek pilavıdır və mən də bir dəfə bişirmişəm. Bircə dəfə. Sən dünən bunu deyirdin. Adına baxın. Hə. Nə soğan biləcək, nə yağında. Oğlum izləyicilər kimi soruşuram. O qabı neçəyədir? 8 manat. O qabda 8 manat ha? Bəli. Aha. Bazar olsun. Nuş olsun. Bayramımızdan mübarək. Sağ olun sizinlə bax. Daha bir palatkalar qrupu Göz Qalasının arxası tərəfdədir. Bura qala meydanına keçid istədi. İndi sizlə birlikdə ora keçəcəyik. Baxaq görə bu palatkalarda nə var? Yunis Əmrə İnstitutu. Bir de olan sayı. Yani burada buyurun. Yunus Emre Enstitüsü'nün əsas məqsədi Türkiyə mədəniyyətini tanıtmaqdır. Biz də yeterli sınav teyesini sağlar keçilir universitetimizdə mədəniyyətimizi tanıdıraq bu şəkildə. Harada yerləşir bu? 28 Mart metrosu yaxınlığında təşkil edilir. Diller Universitetinin biraz ərzisi. Instagram səhifəmizin sosial hesablarımızdan baxa bilərsiniz. Və bu ciddi suallardan sonra tamaşaçılarımızı en çok maraqlandıran bu yazılar ödənişli yazılır yoksa və qiyməti neçə? Əlbəttə ki, ödənişsizdir. Bu bizim belə deyim, hər kəs üçün bayram hədiyyəmizi ödəyərlər, ödənişsiz verir. Qiyməti nə qədərdir? Ödənişsiz. Hə, ödənişsiz. Sayı veririk, hər biri ödənişsizdir. Ödənişli sözdə son vaxtlar qulağım öyrəşmir bana. Özünüz də təqdim edirsiniz. Mən özüm Türkçəni Abdülazizova, hal-hazırda yüksək təhsil magistrasına tələbəsi və Yunus Emre Enstitüsünün təhsilləriyəm. Təbrik edirəm, bayramlarınız mübarək olsun. Sizə bayramınız mübarək edəmizdə pozitiv enerji dolu qalırsınız. Sizlərlə Azərbaycan xalqının millətinin bayramını təbrik edirəm. İnşallah bu bayram Türk dili dünyası, Türk dili üçün xeyirli olar. Özünüzdə təqdim edin. Mən Azad Abbasov, Türk Mədəniyyəti Fondunda sədrlik olaraq işləyirəm. Burada bizim fondun kitabları, kategorik kitablar var. Miniatür burada miniatür otağımız var. Burada miniatür otağımız var. Sənəyimiz var. Bu Qazaxıstan mətbəx müəssisəsi. Bir adı var mı? Aha.
Böyle eyni şeylerdir. Şirniyyat. Şirniyyat da eyni şeylerdir. Təqribən aşağı yuxarı. Oyuncaq. Aha. Burada Türk halkların milli geyimləri var. Azərbaycan, Qazaxıstan, Qırğızistan, Türkiyə, Özbekistan və Macaristan. Və Macaristan. Macaristan. Burada da Türk dövlətlərinin bayrağı var. Bizim təşkilatın bayrağı Azərbaycan, Qazaxıstan, Qırğızistan, Türkiyə, Özbekistan, Macaristan və Türkmenistan. Çox gözəl. Bayraklar var burada. Burada uşaqlar üçün boyama və marşrut dünyasılarımız var. Milli xalçalar, Türk xalçaları. Çox gözəl. Kiçik pavilyonda çox şeyi yerləşdirə bilmişsiniz. Minnətdaram. Təşəkkür ederim. Maliyə Vüqar. Bu günləri biz içəri şəhərə təşkil edilmiş Bahar Qalası festivalında Quba rayonunu təmsil edirik. Biz bu günləri bu festivalda Qubaya məxsus şirniyyatlar, yeməklər və Qubanın ən gündəmdə olan ağ alması onlara təqdim edirik sizə. Tanış eləmək istərdim sizdən. Gördüyünüz Quba paxlavasıdır, Qubanın məşhur paxlavası. Qubanın ət qutabıdır. Şəkər bura bükməsidir, Qubanın ən məşhur bükməsi və onun içində qozdur, şəkər tozudur. Ət tutabının içində ət, az miqdarda şəkər, zirinç və üzərində də görürsünüz ki, sumaqdan əlavə edilmişdir, istifadə edilmişdir. Bu da badamburadır. Şəkər buranla eyni tərkibdə hazırlanıb, içi də şəkərdir, qozun çəkilmişidir və tıxmadır, içi şəkərli. Qubanın da ən məşhur şirniyyatlardan biridir. Burada bəli, içinin tərkibi tamam fərqlidir. Bu da şahplovdur. Şahplov. Bu da Qubanın ən məşhur yeməklərindən olan çığırtmadır. Qubada bu tat çığırtması kimi bəli tanınır. Tərkibində yumurtadır, kənd çolpasıdır və bu da şabaladla hazırlanmış xüsusi dolmadır. Quba mətbəxinə aid. Ağ alması, gördüyünüz alma çeşidləri və orada bizim xüsusi dadına baxa bilərsiniz. Sağ olun, nuş olsun. Yiyənlərə nuş, baxanlara mehriş. Bir sözünüz var mı izləyicilərimizə? Mən fürsətdən istifadə edeyim, Azərbaycan xalqını iş gözəl bayram münasibəti ilə sənədən təbrik edirəm. Həm Ramazan bayramı, həm də Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını can verdən təbrik edirəm. Bayramımız mübarək. Mən də daim əhvalımız belə gözəl olsun, sülh olsun. Bu formada bayramlarımızı qeyd edək həmişə. Sağ olun, uğurlar. Bu da Paskal Kəlağayısı milli irsimiz. Girək görək burada nə var, nə yox.
Birdən belə qoz ağacından düzəlmə gələtlərlə bunlar düzəldirik. Soğan qabığı sarağın ağacından dirəkdən alırıq. Bu fazla bir ağacı düzəldirik. Xeyratı var, beşlənci var, belə soğanları var, mütləq müstərəklərdə var və müstərək ölçülərdə var. 80-80-ə, 120-120-yə, 150-150-yə və şərtlərdə. Kəlağayın özün materialını hardan alırsınız? Kəlağayın materialını deməli, belə saplarını alırıq, şəkil kombinatını alırıq saplarını və özümüz öz fabrikamızda istihsal edir parçanı. İpəkdir də bu. Təzgahlarınız var. Paskaldadır. Nə gözəl. Ola bilər bilməyəsiz, amma neçə təzgah var? Bizdə 23 tane. Nə gözəl. Əla. Bir sexdir də. Və sefimiz var bəli. Aha. Onun əlavə biz çantalar hazırlayırıq, təmiz ipəkdən. Üstü də ipəkdir, içərisi də ipəkdəndir. Və belə furniturlar istifadə edirik. Onun əlavə belə abayla düzəltirik ipəkdən. İşləyirik belə gözəl abaylar. Bu üst paltarı hesablanır. Hesablanır, bəli. Rəssamlarımız bizim hər işləri var, fırçın şəkildə bir-bir. Bunun bir kəlağayını bir düzəltmək üçün arırsa, həftələrlə vaxt gedir. Bu artıq qəlib yox, fırçayla işlənir. Bəli, bildim. Onların qiyməti yəqin ki fərqli olar. Bunlar yüksək qiymətli, 200 manat, 150 manat. Adi kəlağaylar. Adi kəlağay 60 manat, 80 manat və civarında dəyişir. Nəyə görə belə baha? 30 manat var, balaca ölçülər. Aha. Ölçülərə görə Bəs bu sumkalar çünki qadınlar məndən soruşur. sonra 150 manat, 200 manat bu civarında olur qiymətlərimiz. Çox gözəl. Özü təqdim elədiniz. Mən ilkin bizləri bu fabrikin direktoruyam. Çox sağ olun. Hə, ona görə dəzgahların sayını dərhal edirsiniz. Uğurlar olsun. Sizə bu uğurlar Həm işinizdə, həm də satışınızda. Təşəkkür edirəm. Təbrik edirəm. Çox sağ olun. Sağ olun. Yəni cibləri yox, kəməri yox. Sadəcə lazım olduğunda necə qapanır, necə bağlanır. Çox gözəl. Bu əsl yayın malıdır da. Hətta sifariş eləmək olur da. Elə burada da sifariş eləmək olur. Nə gözəl. Paskalları buradan salamlar. Çoxlu bayramımız var. Hörmətli izləyicilərimiz, Qız Qalasının ətrafından hər birinizin bildiyi kimi küçədən keçərək Böyük Qala meydanındayıq. Qarşıda Qoşa Qala qapılarıdır. Və burada yolun sağ-sol tərəfində müxtəlif kiosklar qurulub. Hələlik bilmirəm, onlar nədən ibarətdir? Milli kiosklardır, yoxsa yenə də Türk dünyası ticarət aləminin kiosklarıdır, bilmirəm. Böyük reklamları, elanları yoxdur. Gəlin sizlə ikinci seriyanın çəkilişinə başlayaq. Qala meydanında qurulan köşklər, belə baxıram, hamısı yerli, hələlik belə görünür, yerli müəssisələrdir və həmişə olduğu kimi üstünlük qida məhsullarına verilir. Yəni müxtəlif yiyəcəklər, içəcəklər, musiqi səslənir. Hələlik mən səhnəni və aparıcını görmürəm. Yəqin ki, indi rastımıza gələcək. Kontaktın kioskası. Yıllar sonra rast geldim bu şarlı sevgilime. Sevgi dolu bakışlar kalbimi yardı.
Gel burası evin. Gelin durun aşağı. Ben de okumasam olur. Ondan ben gelirim. Köşklərin əvvəlində dediyim kimi köşklərin yarıdan çoxu, bəlkə də nə bilim 70%-dən çoxu qida və içəcəklər əsr olunub. Belə köşklər də var. Salam qızım, bayramınız mübarək. Bunlar nə mənədir belə? Bunlar mənim öz reseptimi hazırlayışım yapar. Nə məqsədlə? Ne məqsədlə? Yenilik məqsədlə. Bayram üçün. Yəni nə, marojnadır yoxsa Hayır, marojna deyil. Tortla marojnanın qarışığı. tortla marojnanın qarışıq? Qiymətlər nədir? Məndən 7 soruşun. manatdan başlayır, 8 və 10 manat. Açırsan, yeyirsən, durub gedirsən. Bəli. Və əsas məsələ odur ki, çox təmizdir. Sizdən başqa buna heç kim təmas eləmir. Açılıb sahibini tapana qədər heç kim tutmur. Əsas tərkibində nələr olur bunların? Tərkibində əsas qaymaq. Evdə hazırlandığı üçün yəqin ki, süni qidalar, rənglər qarışdırmırsınız. Burada məsəl üçün qaymağın içinə çeli pürəsə yutmuşuq, vurmuşuq, bu rəngi alır. Boya vurmamışıq. Bunun tərkibində boya yoxdur. Burada fıstıq əzməli məsəl üçün Dubaydan gəlir, şokoladlı Dubaydan gəlir. Ən keyfiyyətləri. Hətta bunu bağdan aparaq belə Dubaydan sifariş olur. Alanlar varmı? Bəli, çox böyük var. Şəhərdə ayrıca mağazanız varmı? Xeyr, sifarişdir. Çünki mən bunu izləyicilərim üçün danışıram. Əgər kimlərsə istəsə, Instagram adresindən məndən əlaqə yarada bilərlər. Səhifəm mən sizə belə Sadəcə nömrənizi deyin. Mənim adresim budur. Instagram adresim Cake by Sham adlanır. Kim istəsə müraciət edər. Tərpətməyin. Cake by Sham. Oldu. Təşəkkür edirəm. Uğurlar. Sağ olun. Bayramınız mübarək olsun. Təşəkkür edirəm. Çox sağ olun. Və beləliklə Qala meydanında köşklərin hər iki sırasını sizinlə tamamladıq. Bu haqda bu qədər.
Rabbik Az.